Hər vaxtınız xeyir. Bu buraxılışda da ən vacib və gündəmdə olan xəbərləri diqqətinizə çatdıracağım. Sərhəd rejimi, miqrasiya məsələləri, yeni aviareyslər, iqtisadi və hüquqi yeniliklər haqqında ən operativ məlumatları vaxtında almaq istəyirsinizsə, həm mənim bu YouTube kanalıma, həm də ZM Novosti Azərbaycan Telegram kanalıma abunə ola bilərsiniz. Burada məlumatlar daha dolğun, daha operativ və rəsmi mənbələrə əsaslanır. Kanalların linki videonun aşağısında, yəni açıqlama hissəsində və ilk şərhdə yerləşdirilib. İndi isə xəbərlər. Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma müddətinin uzadılması prosesi elektronlaşdırılıb. Yeni qaydalara əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər artıq Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün elektron qaydada müraciət edə biləcəklər. Qərar əvvəlki kimi kağız daşıyıcıda deyil, elektron sənəd formasında təqdim olunacaq. Bildirilib ki, dövlət rüsumu ödənildikdən sonra qərar müraciət edənin MyGov portalındakı elektron kabinetində yerləşdiriləcək və eyni zamanda onun elektron poçt ünvanına göndəriləcək. Bununla yanaşı, vətəndaşlar əvvəlki kimi fiziki qaydada da müraciət edə biləcəklər. Qeyd olunub ki, əvvəllər kağız daşıyıcıda verilmiş qərarlar üzərində göstərilən müddət sonadək hüquqi qüvvəsində saxlanılacaq. Müvəqqəti olma müddəti təcili müalicəyə ehtiyac yarandıqda Azərbaycanda yaşayan yaxın qohumunun ağır xəstələnməsi və ya vəfat etməsi, yaxın ailə üzvünün müvəqqəti olma müddətinin uzadılması, xidməti zərurətlə ölkəyə gəlmiş əcnəbinin işlərinin başa çatdırılmaması, eləcə də tranzit keçid zamanı məcburi dayanma hallarında uzadıla bilər. Rusiyada miqrasiya sahəsində nəzarətin gücləndirilməsini nəzərdə tutan qanun qüvvəyə minibdir. Yeni qaydalara əsasən əmək fəaliyyəti ilə məşğul olan əcnəbinin gəlirləri işlədikləri region üzrə müəyyən edilmiş yaşayış minimumundan aşağı olmamalıdır. Gəlirin bu həddən aşağı olduğu müəyyən edilərsə, əmək müqaviləsinə xitam veriləcək, əcnəbinin Rusiyada qalma müddəti isə qısaldılacaq. Miqrantların gəlirləri barədə məlumatlar Federal Vergi Xidməti və Sosial Fond tərəfindən Daxili İşlər Nazirliyinə təqdim ediləcək. Qanuna əsasən əmək patenti olan miqrantların azyaşlı övladlarının Rusiyada qalma müddəti valideynin patentinin qüvvədə olduğu müddətə qədər uzadıla biləcək, lakin 18 yaşdan artıq olmayacaq. Bunun üçün valideyn hər bir övladına görə gəlir vergisi üzrə müəyyən edilmiş avans ödənişi etməlidir. Patent uzadılmadıqda isə miqrant ailə üzvləri ilə birlikdə 15 gün ərzində ölkəni tərk etməli olacaq. Uşaq 18 yaşına çatdıqdan sonra isə öz adına patent rəsmiləşdirmədiyi təqdirdə 30 gün ərzində Rusiyanı tərk etməlidir. Sənədlə daimi və müvəqqəti yaşamaq icazələrinin ləğvi üçün əsaslar da genişləndirilib. Əmək miqrantının gəlirləri barədə məlumatın olmaması və ya ailənin hər bir üzvünə düşən gəlirin yaşayış minimumundan aşağı olması da bu əsaslar sırasına daxil edilibdir. Bundan başqa miqrantların ölkədən çıxarılmasına səbəb ola biləcək inzibati hüquq pozmaların sayı 22-dən 45-ə çatdırılıb. Yeni əsaslar sırasında dövlət sərhədinin mühafizəsi ilə bağlı hərbi qulluqçuların qanuni tələblərinə tabe olmamaq, eləcə də insan hüquq və azadlıqlarının irqi, milli, dini və digər əlamətlərə görə ayrı seçkilə məruz qoyulması da yer alır. Rusiya Təhlükəsizlik Şurasının məlumatına görə hazırda ölkədə 6,1 milyon əcnəbi yaşayır ki, bu da ötən illə müqayisədə təxminən 700 min nəfər azdır. 26-cı ilin ilk rübündə Rusiyaya 2,5 milyon xarici vətəndaş daxil olub. Bu göstərici ötən ilin eyni dövrlə müqayisədə 15% azdır. Həmin dövrdə 8 min miqrantın daimi yaşamaq icazəsi də ləğv edilib. Azərbaycanda müvəqqəti yaşama icazəsi almaq üçün müraciətlərin sayı artıb. Dövlət Miqrasiya Xidmətinin rəisi bildirib ki, son illər müvəqqəti yaşama icazələrinin sayında müşahidə olunan artımın əsas səbəblərindən biri quru sərhədlərlə bağlı tətbiq olunan məhdudiyyətlərdir. Onun sözlərinə görə əvvəllər bəzi əcnəbilər 90 günlük giriş-çıxış imkanından istifadə etdikləri üçün yaşama icazəsinə ehtiyac duyulmurdu. Mövcud şərait isə onları yaşama icazəsi almağa yönəldib. Xidmət rəisi qeyd edib ki, 25-ci il yanvarın 1-dən etibarən qarşılıqlı prinsip əsasında Rusiya vətəndaşlarının da Azərbaycanda qalma müddətinin 90 gün müəyyən edilməsi yaşama icazələri ilə bağlı müraciətlərin artmasına təsir göstəribdir və xidmət rəisinin sözlərinə görə bu il iş icazələrinin verilməsi və müddətinin uzadılması ilə bağlı 5087 müraciət daxil olub və Nazirlər Kabinetinin qərarı ilə 26-cı il üçün iş icazələri üzrə kvota 7200 müəyyən edilib. Bundan əlavə Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı 6328, vətəndaşlığa qəbul, bərpa və vətəndaşlıqdan çıxma ilə bağlı isə 554 müraciət qeydə alınıb. Dövlət Miqrasiya Xidmətinin məlumatına görə
görə miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 9757 qərar qəbul edib. Onlardan 850-si isə əcnəbilərin ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılması, yəni deportasiya ilə bağlı olub. Bildirilir ki, deportasiya qərarı hər zaman 5 illik giriş qadağası demək deyil və məhdudiyyətin müddəti yol verilən pozuntunun xarakterindən asılı olaraq müəyyən edilir. Həmçinin qanunsuz miqrasiyanın təşkili və digər qanunsuz əməllərlə bağlı 4 fakt aşkarlanaraq hüquqi qiymət verilməsi üçün aidiyyatı hüquq mühafizə orqanlarına göndərilib. Rusiyada miqrasiya sahəsində dövlət rüsumlarının məbləği artırılıbdır. Bugündən qüvvəyə minən dəyişikliklərə əsasən Rusiya vətəndaşlığının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 50.000 rubl, daimi yaşamaq icazəsi üçün 30.000 rubl, müvəqqəti yaşamaq icazəsi üçün isə 15.000 rubl təşkil edəcək. Bundan başqa işə götürənlərin xarici vətəndaşların işə cəlb edilməsinə icazə sənədi alarkən hər bir əmək miqrantına görə 15.000 rubl dövlət rüsumu ödəyəcəklər. Rusiya Dövlət Dumasının məlumatına görə yeni rüsumların tətbiqi federal büdcəyə hər il əlavə 15 milyard rubldan çox vəsaitin daxil olmasına imkan verəcək. Xatırladım ki, bu günlərdə Rusiyada daha bir qanun qəbul edilib və həmin qanuna əsasən Rusiyada və ya xarici ölkədə törətdiyi hər hansısa cinayətə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş əcnəbilər Rusiya vətəndaşlığı, müvəqqəti və ya daimi yaşamaq icazəsi ala bilməyəcəklər. Belə hal sonradan aşkar edilərsə, əvvəllər verilmiş daimi və ya müvəqqəti yaşamaq icazələri də ləğv olunacaq. Beləliklə, bu buraxılışımızın da sonuna gəldik. Ən vacib və operativ xəbərləri ilk siz almaq istəyirsinizsə, Zaim Novosti Azərbaycana Telegram kanalına qoşulun və bu YouTube kanalına da abunə olmağı unutmayın. Linklər videonun altında və ilk şərtdə yerləşdirilib. Növbəti buraxılışda görüşənədək sağ olun, salamat qalın.